Özdə Rusiya başa düşməlidir ki, onların əldə etdiklərinin bugünə qədər ya var dövlət olsun, ya mövqe olsun, onun hamısında həm Rusiyada yaşayan millətlərin hamısının payı var. Türk millətlərinin payı var orada. Müsəlmanların payı var orada əldə etdiyiniz nəticəyə görə. Eyni zamanda qonşuluqda yaşayan, bu günləri qonşuluqda yaşayan Azərbaycan olsun, başqa millətlər olsun, başqa dövlətlər olsun, onların payı var sizin əldə etdiyiniz o səviyyəyə görə. Siz bunu niyə başa düşmək istəmirsiniz? Niyə en azından bir minnətdarlıq hissi yoxdur sizdə? Ancaq vəhşicəsinə insanlara münasibət bəsləyirsiniz. Hə, oldu, qutardı, getdi. Olmaz axı, bu insani münasibət deyil. Yəni, bax belə, bu vəziyyət odur. Təəssüf ki, yenə də deyirəm ki, orada o şaha qarşı çox böyük bir rezonans doğurubdur. Tacikistandan da çox ciddi nota verdilər, səfiri çağırdılar, izahat tələb elədilər. Bu nədir? Bu nə qeyri-insanlıqdır? Buna görə onların, yoxdur da, onlarda mədəniyyət yoxdur ki, üzr istəsinlər. Çünki dövlət başçısı ayağa qalxıb, durub, üzr istəsə, xarici xalqından üzr istəsə, o öldürülən uşağın valideynindən üzr istəsə, bu o Rus cəmiyyətinə bir mesaj olardı ki, prezident bu məsələyə görə üzr istəyir. Amma bunlarda yoxdur mədəniyyət. Nə naziri bunların üzr istəmə mədəniyyəti yoxdur, nə prezidentində yoxdur, nə sıravi adamlarında yoxdur. Bunlar elə ki, belə də olmalıdır. Bizim Tehranı vurdular, neçə müddətdə, bir il tam olur. 100 dəfə deyildi ki, adam kimi durun, üzr istəyin ki, bir səhv olubdur, anlaşılmazlıq olubdur, bu günah bizimdir. Günahkarlar zərərsizləşdirildiyindən aşkarlandı. Yəni, bu şəkildə hara gedirsiniz? Hara gedirsiniz də bu şəkildə, tutar ki, hara gedirsiniz? Yəni, bunu siz bədəlini ödəyəcəksiniz də, ödəyirsiniz də artıq.